Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzuluyuram. Çox vaxtınızı almadan qısaca oyunların üzərindən keçəcəyik. Ağlınıza batan varsa, ağıl ağıldan üstündür necə deyərlər. Siz öz düzgün versiyanızı ortaya qoyarsınız. Mənim azacıq da olsa sizə faydam toxunacaqsa, nə xoş mənə. Əvvəlcədən Qarabağa uğurlar bugünkü oyunda. Mənim şəxsi düşüncəm var oyunla bağlı. Qısaca deyəcəm, çox qısa, heç bir mərcə getməyəcəm. Başqa bir oyunda var ki, orada da mərcə getməyəcəm. Sadəcə öz fikrimi deyəcəm. Galatasaray Bodo Glimt oyunu ilə bağlı isə ayrıca bir analizimiz olacaq. Belə, Telegramların linki aşağıda, hər iki Telegramın linki aşağıda sabitlənmiş bölümdədir, təsvir bölməsindədir. Siz deməli saytımıza da daxil olub statistik məqamlarla tanış ola bilərsiniz, metrikalarla, XG gözləntiləri ilə və s. və axır. Bu da belə, sonra nə qaldı? Bir də TFC ilə oynayanlar 244 780 agent kodu bizim agent kodumuzdur. İstəsəz depozit eləyəndən sonraki voucher alırsınız. Onu daxil eləsəz sevinərik. Belə deyək, burada sizə heç bir itkiniz yoxdur. Qətiyyən bir qəpik də itkiniz yoxdur. Əksinə, ay sonu qazancınız ola bilər. Belə. Uğur olsun dostlar. Başlayırıq yavaş-yavaş. Bilbao Qarabağ haqqında belə deyək də, çox qısaca öz fikrimi deyəcəm. Birinci isə 1-0, oyun 2-0 kimi gəlir mənə. Amma mən Qarabağa nə mərc edirəm, nə də ki, belə deyək də, proqnoz verirəm. Bunu hamı bilir, sadəcə öz fikrimi deyirəm. Elə bir ki, dostcasına söhbət edirsiniz, siz başqa bir hesab deyirsiniz, mən başqa bir hesab deyirəm. Belə. Amma Qarabağa uğurlar həqiqətən. Sadəcə Bilbao da artıq bıçaq sümüyə dirənib prizmasından yanaşdım. Bir də ki, Nico Williams da qayıdıb. Komandanın yarısıdır Nico Williams, bilirsiniz ki. Bir də Guruzeta'nın orada şəxsi bir statistik məsələsi var. Tarixə düşə bilər, Bilbao tarixinə. Belə, yəni, düşüncəm ancaq budur. Başqa heç bir düşüncəm yoxdur. İnşallah ki, Bilbao bazarı partladar, Qarabağ isə belə partladar. Atalanta Slavia oyununa davam eləmək istəyirəm dostlar. Slaviyanın belə deyək də, ümumiyyətlə son səfər oyunlarına baxmanızı tövsiyə edirəm ki, orada gol vurmadan məğlub olub hətta. Plus İtaliya son, ümumiyyətlə İtaliya indəqdə İtaliya klublarından 10 səfər eləyib oyun keçirib və 9-unda məğlub olub və 22 top buraxıb. Axır vaxtlar bilirsiniz ki, mən bu Juric'dən ulduzum barışmır, amma Juric axır vaxtlar fikir verin standartlardan Atalanta daha çox vurmağa başlayıb. Juric deyəsən Arsenal oyunlarını izləməyə başlayıb və ya da ki, Joverin nömrəsini tapıb, bilmirəm nə eləyib. Axırı belə bir məqam var. Məncə Atalanta udacaq. Mən sizin ağlınıza batmırsa, əmsal sizi qane etmirsə, xoşunuza gəlmirsə, dəyməyin, məsləhət sizin. Bavariya Brügge. Mən bilmirəm bu Bavariya bizi harada böyür üstə qoyacaq. Bir qardaşımız da keçən dəfə YouTube'da şərhdə yazmışdı ki, əla gedir Bavariya, bir gün bizi çox pis böyür üstə qoyacaq. İnşallah ki, o gün bugün deyil. Plus kompaniya əhsən və kompaniya əhsənlə yanaşı Bavariyanın rəhbərliyinə əhsən ki, kompaniya ilə 2 illik müqaviləni uzatdılar. Öncədən, vaxt bitmədən. Bir də Kane əfsanəvi bir dönəm keçirdir həqiqətən də. Ümumiyyətlə, Kane'in Çempionlar Liqasında Bavariya heyətində 22 gol vurub və 5 asist edib. 27 qola birbaşa qatqısı var. Yəni, bu fantastik bir şeydir. Və adam neçə bir dönəmdir burada da, onu da nəzərə alında. Bavariyanın ev oyunlarında Çempionlar Liqası çərçivəsində 2.5 gol ortalamasını yaxalayıb özü. Ona görə də bir kuponda Bavariyanın özünün 3 topunu istifadə eləmək olar. 1.48 civarında bir əmsaldır. Dəyişə bilər. Belə. Mən amma yeri gəlmişəm kupona, burada ənənəvi ki, bizim kuponumuz olacaq. Orada başqa bir əlavə eləyəcəm. Görək. Frankfurt, Liverpool. Deməli, top möllərlə davam dostlar. Çünki bu adamın oyun üslubu dəyişmir, əla. Yəni, biz onu qınaya bilərikmi? Yox, əladır, hər şey bombadır. Oynayana deyil dostlar, oynadana baxın. Bir də ki,
Liverpool'un-dakı indi hansı dönəmdən keçir Liverpool, onu da nəzərə alın. Məncə burada Liverpool bizim kuponda qələbəsinə yer var. Bavariyanın Foro ilə qələbəsinə cütləşdirərək 2-23 əmsal əldə eləmiş olursunuz. Niyə görə buna getdim? Bir də gəlin belə danışaq da, Bavariya bizi nə vaxtsa böyrü üstə qoya bilər prizmasına yanaşdım ki, birdən olar 2-0, 3-0 civarında bir saxlayarlar. İkincisi, Liverpool Frankfurtu məsələn deyirəm də, indi olmadı belə, oldu belə dizginləyə bilər və 0-1 bazarda partlatdılar, üst oynayanları yandırdılar, məsələn deyirəm, atıram bu ehtimal ortaya. Amma Bavariyadakı, Liverpooldakı bu rəzil bir dönəmdən gedir. Liverpool sadəcə qələbə ilə götürdü, getdi buradan oyunu. Bu bir. İkincisi, Bavariyanın özünün 3 topu, yanında da Frankfurtun ki fəlsəfəsi dəyişmir. Liverpool da artıq o hirsini tökə bilər bu Frankfurtun üstünə. 3 üst ortalığa ata bilərik. Bu da sizə əla bir kupon, növbəti bir kupon. Belə. Real Madrid, Juventus. Sadəcə öz fikirlərimi deyəcəm. Bayaq ki o dediyim oyun ki vardı, onlardan biri budur. Sadəcə öz fikrimi deyəcəm, mən inanmıram buna kimsə oynasın. Xüsusilə də hansı bir ana kupona qoysun. 2-3 qol aralığı. Vəssalam. Başqa desin deməyəcəm bu oyuna. Juventusun bir topuna getmək olar mı burada? Bilmirəm. Mən hoqqabazlıq eləmək istəmədim. Çünki Juventusun da ipin snodun yığılası deyil. Amma Tudor'un da quyruğu qapı arasında qalıb deyə, biraz burada belə deyək də, yarı Tudor, yarı İtalyan futboluna keçid eləyə bilər. Bunu nəzərə alaq. Sporting Marseille qəbul edir dostlar. Deməli, belə bir şey var. Son illər ərzində Sporting Avropa oyunlarında, ev oyunlarında bütün oyunlarda qol vurub. Çox maraqlı bir şeydir. Və Marseille bugün Çempionlar Liqası tarixində 100-cü qolunu vura bilər. O yubiley qolu bilmirəm indi. Aubameyang vuracaq, Mason Greenwood fantastik formadadır, o vuracaq. Siz görürsünüz, yəni Sporting qol vura bilərmi Marseille-ə? Marseille bu hücum xətti ilə, orta xətti ilə qol vura bilərmi Sportingə? Məncə gözəl bir qarşılıqlı qol oyunudur, ağlınıza batırsa. Qoymaq olar məsələn Atalantanın yanına. Və dostlar, Chelsea-Ajax oyunu haqqında valla mən şəxsi düşüncəmi maksimum sadə, lordilli izah eləməyə çalışacağam. Əgər bu Chelsea zədə epidemiyasına baxmayaraq, Joao Pedro'nun qırmızı kartını almasına baxmayaraq, yəni bu oyunu buraxacağına baxmayaraq, əgər bu Chelsea bu Ajax'ı bir foro ilə udar demək olar, amma 2 top vurub udmasa, UEFA 5-6 dənə inspektor göndərsin ki, başdan ayağa bütün oyunu araşdırsınlar, incələsinlər. Kimsə deyə bilər ki, abi futboldur da, niyə o da ola bilməz? Ajax futbol oynamıraq abi, Ajax'ın futbolla əlaqəsi yoxdur bu il. Və o hatingə gedəcək. Chelsea bu arada futbol oynayır, onu da deyim. Hatingə gedəcək dostlar. Mən bunu sizə bir müddət əvvəl proqnoz verdiyim 2 məşqçini göndərmişik, qalıb ikisi də düzdür. Onlardan biri hatingədir. İnşallah ki, Qurban Hoca göndərər onu. Belə dostlar, məndən bu qədər prinsipcə. Uğurlar, hamıya bol şans.